10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib açıqlama. Bilirsiniz ki, ödəniş terminalları son zamanlar 10 manatlıq əskinasları demək olar ki, qəbul etmirlər və bu vətəndaşlar arasında ciddi narazılığa səbəb olur. Mərkəzi Bank isə ödəniş terminallarının ödəniş 10 manatlıq əskinasları qəbul etməməsinə aydınlıq gətirib. Yeni Sabahın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, Mərkəzi Bank haqqında qanunun 36.3-cü maddəsinə əsasən Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində nominal dəyəri ilə hər növ ödənişlər zamanı hökmən qəbul edilməlidir və qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş pul nişanlarının tədavülə yararsızlıq əlamətləri dəyişdirilməsi və ekspertizası qaydalarına əsasən banklar tərəfindən istismar olunan nağd pul avadanlıqları, o cümlədən pul sayan, emal edən və qəbul edən, yəni keşlərin avtomatlaşdırılmış qurğular həqiqi milli pul nişanlarını tanımalı, saxta pul nişanlarını isə qəbul etməməlidir. O baxımdan da Mərkəzi Bankdan vurğulanıb. Kağız milli pul nişanlarının ödəniş terminalları vasitəsilə qəbul edilməməsinin iki halda mümkün olması məlumdur. Birincisi, yəni iki halda qəbul etməyəbilər. Birincisi, pul nişanı kağız keyfiyyətini itirdikdə, üzərində çirk, ləkə, yapışqan, lent və digər yararsızlıq əlamətləri olduqda, yaxud qaydaların tələblərinə uyğun gəlmədikdə və ya həqiqiliyinə dair şübhə yarandıqda və ödəniş terminalında texniki nasazlıq və ya proqram təminatı ilə bağlı xəta baş verdikdə bu halda qəbul edilmir. Terminallar vasitəsilə kağız pul nişanlarının qəbulunda problem yaranarsa, vətəndaşlar avadanlığın yerləşdiyi ünvan və terminalın mülkiyyətçisi olan ödəniş xidməti təchizatçısı barədə məlumatları dəqiq göstərməklə aidiyyatı təşkilata müraciət etməlidirlər. Bu da Mərkəzi Bankdan verilən xəbərdir, dəyərli izləyicilər.